bundan sonra hər bir şəxs artıq bilməlidir ki, yazdıqları şərhlərə görə, etdikləri hərəkətə görə, etdikləri çağırışlara görə, qeyri-əxlaqi hərəkətlərinə görə mütləq şəkildə cəza alacaqlar. Ya bu pul cəzası olacaq, əgər onların etdikləri hərəkətə bu pul cəzası ilə kifayət etmirsə də, o zaman da həbs ilə cəzalandırılacaqlar. İnzibati Xətalar Məcəlləsinə, o cümlədən informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanunlara dəyişiklik edilir. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan paylaşımlar və qeyri-etik çağırışların edilməsi ilə bağlı yeni cərimələr müəyyənləşdirilir. Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayev Xəzər Xəbərə detalları açıqlayıb. Bugün artıq İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik internet məkanlarında, sosial şəbəkələrdə bu cür əxlaqsız hərəkətlərə yol verdikləri zaman, ictimai mənəviyyata ziyan vuran ifadələr işlətdikləri zaman, bədənlərinin müxtəlif hissələrini göstərməklə, müxtəlif söyüşlər söyməklə, əxlaqsız hərəkətlər etməklə qanunları pozan şəxslər cərimələnəcəklər. Bunlar ilk olaraq birinci qanun pozuntusu zamanı 500-dən 1000 manata qədər, əgər bir il ərzində bu təkrar törədilərsə, o zaman 1000 manatdan 2000 manata qədər cərimə ilə cəzalandırılacaq. Əgər görülən tədbirlər kifayət etməyəcəksə, o zaman 1 aydan 2 aya qədər inzibati həbs cəzası da veriləcək, deyə millət vəkili bildirib. Aytən Fehruz, Xəzər Xəbər.